Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Binəqədi rayonu Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə düşüb. Kamera görüntülərindən görünür ki, gənc oğlan ərazidən keçərkən yolda çökmə baş verib və onun ayağı sürüşüb. Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 27 yaşlı Cümşüd Cümşüdlü evin tək oğlu olubmuş. Hadisə iyulun 26-sında baş verib. Axtarış xilas etmə işləri hələ də davam etdirilir. İtkin düşən gəncin fotolarını təqdim edirik.